Değerli izleyicilerimiz, biz hal-hazırda İmam Həsən əleyhissalamın adına olan məscidin daxilindəyik və ilahiyyatçımız məscidin imamı Hacı İlday Hüseynovdan məscid haqqında məlumat əldə edəcəyik. Hacı, istərdik məscidin inşası, məscidin tarixi haqqında, qurulması haqqında və bugünkü fəaliyyəti haqqında da bizə məlumat verərdiniz. Demək, məscidimizin tarixi elə də qədim deyil. 2000-ci ilin əvvəllərində bu məscid elə kənd, qəsəbə sakinləri tərəfindən, cəmaatın təşəbbüsü ilə elə az öncə qeyd etdiyim kimi xeyrsevər insanların xeyirxahlığı, o gözəl niyyətləri nəticəsində ərsəyə gəlib və elə həmin vaxtdan da məscidimizin elə adı İmam Həsən əleyhissalam adına adlandırılıb. Məhz hal-hazırda əyləşdiyimiz məscidə biz axund olaraq, imam olaraq təyinat almışıq. Artıq həmin illərdən elə bu ilə qədər təqribən 19 ildir ki, elə bu məsciddə xidmətdəyik.